Salam. Osteoporoz o səssiz epidemiya var ha. Bax bugün onun haqqında əsas məqamlara toxunacağıq. Bilirsiniz, hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə günüdür. Biz də bugün Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunun baş həkimi Nizami Məmmədovun müsahibəsinə əsaslanıb bu xəstəliyə baxırıq. Ona niyə səssiz epidemiya deyirlər? Çünki valla illərlə heç bir əlamət göstərməyə bilir. Birincisi, osteoporoz nədir axı və niyə belə təhlükəlidir? Qısası, sümüklər zəifləyir, kövrək olur, kütləsi, keyfiyyəti azalır. Ən pis tərəfi də odur ki, üstün də dediyi kimi heç nədən, kiçik bir zədədən sınıq yarana bilər. Və çox vaxt ancaq sınıq olanda bilinir. Bax, ona görə də səssiz deyirik. İkincisi, bəs kimlər daha çox risk altındadır? Səbəbi nədir bunun? Baxın, ən çox qadınlarda rast gəlinir, xüsusən menopauzadan sonra. Hormonlar dəyişir axı. Kişilərdə isə yaş artdıqca ya da bəzi xroniki xəstəliklər həyat tərzi üzündən yaranır. Əsas səbəblər yaşlanma, genetika, kalsiumla D vitamininin azlığı, hərəkətsizlik, siqaret, içki, hətta bəzi dərmanlar, məsələn, kortikosteroidlər. Və nəhayət, diaqnozu necə qoyurlar? Müalicəsi, profilaktikası necədir? Əsas üsul deksadensitometriyasıdır bu. Sümük sıxlığını ölçür, elə bil qızıl standartdır. Ən ciddi nəticəsi o sınıqlardır ki, həyat keyfiyyətini çox aşağı salır. Xüsusilə bud sümüyü, onurğa, bilək sınıqları. Müalicəsi kompleksdir. Həyat tərzini dəyişmək lazımdır. Düzgün yemək, aktiv olmaq, zərərli vərdişlərdən əl çəkmək, üstəgəl dərmanlar, fizioterapiya. Profilaktika isə lap uşaqlıqdan başlamalıdır. Sağlam həyat tərzi ilə, sonra da yaş artdıqca yoxlamalar vacibdir. Yəni, osteoporoz ciddidir, amma vaxtında diaqnoz qoyulsa, düzgün müalicə və profilaktika ilə idarə etmək, həyat keyfiyyətini qorumaq tamamilə mümkündür.